Salih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Bəli, Mir Məhəmməd ağa həmişə insanlara kömək göstərməyə tələsər. Onları çətinliklərdən qurtarmaq üçün bilik bacarığını əsirgəməz. Bayaq vurğulandı, əlbəttə həkimin ən ümdə vəzifəsi birinci növbədə öz xəstələrinə ümid verməkdir. Mir Məhəmməd ağa belə insanlardan idi. Gözəl həkim idi. Xəstələrinin müalicəsi zamanı dərmanlardan çox az istifadə eləyər. Xoş rəftar, gözəl sözlərlə ümid yaradar. Sənin heç bir şeyin yoxdur deyərdi. Xəstələr ona hədsiz dərəcədə inanardılar. İmkansız xəstələrə maddi yardım da göstərər. Belələrinə evdən xörək də hətta işitdirib gətirərdi. Biri istedadlı şair idi. Şeirlərinin çoxunu bədayətlə yazardı. Əgər vaxt məhdudiyyəti olmasaydı, ömür vəfasızlığı etməsəydi, çox tanınmış şair ola bilərdi. O, təriqətlə davamlı məşğul olurdu. Çox vaxt gecələr yatmır, zikr edirdi. Lazım gələndə bütün işlərini dayandırıb, insanlara yardım əlini uzadırdı. Ancaq belə məqamlarda, hətta yol gedirdə, sükan arxasında olanda, söhbət zamanı da zikrini dayandırmaz, ürəyi sözlərin şahı, ən dadlısı, ən şirin olan Allah, Allah kəlmələri ilə döyünərdi. Musiqini çox sevər, gözəl tar və qarmon çalardı. Daha gözəl bir xatirə danışmaq üçün səhnəyə dəvət olunur. Mir Məhəmməd ağa ilə çiyin-çiyinə çalışmış əməkdar həkim Asif Kalbalıyev. Buyursun. Otur, xoş gəlmişsiniz. Deyirəm, Mir Məhəmməd ocağına yığışan, Mir Məhəmmədin nur işığına yığışan Qubadlı ictimaiyyətinin, cəmaatını, Qubadlı icra hakimiyyətinin nümayəndələrini başda Maliş Mərov almaq şərti ilə bu gün ki, gözəl bir günü bizə nəsib etdiyinə görə, bax, bu gün Qubadlı rəhbərliyinə başda Maliş Mərov olan hər birinizə təşəkkürümü bildirirəm. Mən özümü xoşbəxt hesab edirəm ki, Mir Məhəmməd ağanın müasiri olmuşam. Çiyin-çiyinə 5 il mirimlə, biz ona həmişə mirim demişdik. Ona görə bağışlayasınız, biz həmişə xəstəxanada mirim deyirdik. Mən onun müasiri olmuşam. Mənə ilk töhfəni o verib, rəhmətlik mirim verib. Biz diplomu alıb, gənc kadrlar rayona qaydanda həmişə mirimdən xeyirdə alırdıq. Əlin çiynimizə qoyurdu. İlk sözü həmişə bütün gənclərə belə olurdu. Diplom almaq, həkim olmaq asandır, amma insan olmaq çətindir. Sizə hamınıza insan olmaq arzu edirəm. Maliş müəllim çox sağ olsun, gözəl qeyd elədi, Qubadlı həkimlərinə yüksək qiymət verdi. Mən də həqiqətən ondan töhfələnirəm ki, həqiqətən Mirimin verdiyi bu töhfələr Qubadlı həkimlərinin arxasında durub və bu həkimlər o töhfə ilə bu 30 illik ərzində, bu qaçqıncılıq dövründə də əhalimizə, Qubadlımıza, hansı şəhərdə olmağımızdan asılı olmayaraq onlara həmişə xidmət edib Mirimin qoyduğu qaydı ilə. Mən Mirimi Qubadlı səhiyyəsinin axsaqqalı sayıram. Onun ruhu həmişə bizimlədir. Çox xatirələrimiz var, hər şey qeyd olundu. İlk mən təyinatımı Xozahana alanda Mirimlə getdim, xeyir dua istədim. Əmin qoydu çiynimə, dedi sənə ən çətin yerə gedirsən, çünki o cəmaatı mən çox pis öyrətmişəm. Çətinlik çəkəsən orada, amma gedib insan kimi işləməlisən. Sən ancaq insaniyyətlik hörmət eləməlisən. Necə mənada çətin, yəni o hamıya sərbəstlik vermişdi. Hər kəsi necə lazımdır, gəlirdi, balişni istəyən xəstəlik tarixinə yazdırdı, insanları baxayda azad eləmişdi. Elə bilirik, biz də o yoldan davam elədik. Şükürlər olsun ki, bu səviyyədə gəlib, Qubadlı səhiyyəsi də satıb. Bir daha mən Mirimin ruhu qarşısında baş əyirəm. Mir Məhəmməd ağamız 80 il yaşayıb elə bilir ki, mənim qəlbimdə. Çünki o 36 ili 36 il ərzində öz funksiyasını yerinə yetirib. Həm həkimlik səhətdən, həm insaniyyət səhətdən, həm xeyriyyəçilik səhətdən. Bütün deyilən gözəl arzulara mən də qoşuluram. Çox sağ olun. Həmişə yad eləyər ruhu qarşısında baş əyirik Mirim ağanın.
Gəlin bu məqamda yenə də ruhumuzu musiqiyə kökləyək. Səhnəyə dəvət olunur Respublikanın əməkdar artisti İlkin Əhmədov. Alqışlarınızla buyursun. Axşamınız xeyir olsun, hər kəsi salamlayıram. Mən də bu gözəl məclisdə yer aldığım üçün çox xoşbəxtəm. Mənim üçün şərəfdir bu məclis, bu gözəl gecə. Heç vaxt işığı sönməyən bir gecə, heç vaxt. İllər mən 25 il bundan qabaq da bu gözəl tədbiri oxumuşam. Və oxuduğum son mahnı, mən bildiyimə görə əzizimiz, sevdiyimiz Nur Məhəmməd ağanın el şənliklərində qol qaldırıb rəqs edib mahnıymış. Ona görə özümə borc verirəm. Teşekkür edirik. Söz verilir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Mirişliyə. Hoş geldiniz Tahir Bey'le. Buyurun. Malik müəllim, hörmətli həmkarım, Ceyhun müəllim, dövlət nümayəndələri, əziz qüvvətli ictimaiyyəti. Mən də öz adımdan və həmkarım Ceyhun müəllim adından bizi bu gözəl tədbirə dəvət etdiyinizə görə minnətdarlıq bildirmək istəyirəm. Mən çoxdandır ki, bu cür mənəvi cəhətdən zəngin və ruhumuzu qidalandıran bir tədbirdə olmamışdır. İndi dünya çətin dünyadır, milli mənəvi dəyərlərimiz ciddi təzyiqlərə məxsusdur. Gənclərimiz arasında çox böyük dövlətlər və yaxud ki, cəmiyyətin ənənələrinin pozulmasına qarşı internet üzərindən böyük tədbirlər aparılır. Bax, belə bir dövrdə bu cür tədbirin keçirilməsi, keçmişin xatırlənməsi, gələcəyimizi hansı mənəvi dəyərlər üzərində qurmaq lazımdır kimi belə bir çıxışların olması
həqiqətən də çox vacibdir, çox əhəmiyyətlidir, dövlət tərəfindən, cəmiyyət tərəfindən də çox vacibdir. Mən eyni zamanda məndən öncə çıxış edən bütün hər kəsə səmimi çıxışlarına görə də minnətdaram. Çünki bugün bu tədbirdə çox böyük bir səmimiyyət var. Bu səmimiyyəti də qidalandıran Mir Məhəmməd ağanın ruhudur, onunla yaşanan xatirələrdir. Mir Məhəmməd ağa rəhmətə gedəndə mənim cəmi 5 yaşım vardır. Mən ümumiyyətlə hesab edirəm ki, Qubadlıların tarixində əslində deyim ki, hər bir həyat fanidir. Hər kəsin bir ömrü var. Bu ömrü Allah tərəfindən verilir və Allah tərəfindən alınır. Amma Qubadlıların məncə xatirəsində 2 mühüm acı və faciəvi hadisə olub ki, onlar heç zaman ömründən yadlarından çıxmayacaqlar. Bunlar babalarımızdan atalarımıza, atalarımızdan bizə, bizdən dövlətlərimizə keçəcəklər. Onların birincisi 82-ci ildə Mir Məhəmməd ağanın cəmi 36 yaşında faciəvi şəkildə vəfatı idi. İkincisi isə 92-ci ildə Əliyar Əliyevin şəhid olması idi. Əslində şəhid də bildiyiniz kimi Allah dərgahında müqəddəs sayılır. Ona deyirəm ki, hər iki şəxsin biri seyid olaraq, biri şəhid olaraq məhz daha cavan və daha gənc yaşda vəfat etməsi bu bizlərin yaddaşına işğal çıxmayacaq. Ona görə ki, bu tədbir çox vacibdir. Maliş müəllimə təşəkkür edirəm. Amma tədbir oldu, olmadı. Bu insanlar hər zaman bizim ürəyimizdə yaşayacaqlar. Bu tədbirlər daim onlarla olan xatirələrin canlanması, tarixə düşməsi və gələcəkdə bir daha təşkilanması baxımından çox vacibdir. 36 yaş, çox cavan yaşdır, amma 36 ildə bu qədər iş görmək, bu qədər insanların xatirələrindən canlandırmaq. O yalnız bir müqəddəs bir ocağın nümayəndəsi kimi deyil, amma eyni zamanda da insanlara xidmət edən bir insan kimi həyat sürmək, bu hər kəsin bacarmadığı bir şeydir. Yəni yol salmaq, körpü tikmək, insanların daim yanında olmaq, şəfqət vermək, həkim olmaq, məhz Mir Məhəmməd ağanın bəlkə də yaşadan ən ciddi məsələlərdən biri budur. 2 məsələni xüsusi demək istəyərdim. Birinci bir məsələni qeyd edeyim ki, Qubadlı Sovet hökumətinin ən sərt cəhətdən milli mənəvi dəyərləri nəzarət etdiyi rayonlardan biri olub. Məhz buna görə də bəlkə də bizim rayonlarda məscidlərin sayı çox olmuyor. Mən Həmzəlidə də olmuşam, Həkəri çay üstündə. Bizim tərəflərdə rəhmətə gedən insanın dəfn mərasimində iştirak etmək üçün Mollalı həmişə Cəbrayildən dəvət edir. Yəni, bizim tərəflərdə o cür sərt cəza vardı. Amma buna baxmayaraq, insanların, bütün Qubadlıların ürəyində məhz işığı yandıran bir sərdi ocağı və bir Məhəmməd ağanın xatirəsi idi. Bax, bu ocaq Qubadlıları daim hər zaman dövlətçil, ədalətli, xeyirxah olmağa səsləmişdir. Ona görə də baxmayaraq ki, bu qədər sərt hakimiyyətin nəticəsində Qubadlılar keçən bütün müddət ərzində həm dövlətdə, həm döyüşməkdə, həm savadda, həm dövlətə və cəmiyyətə xidmət etməkdə hər zaman öndə gedən bir insanlardan biri olmuşdur. 2 məsələni qeyd etmək istəyərdim. Birincisi, bir məsələni qeyd edeyim ki, bildiyiniz kimi, insanın uşaqlıq çağı onun ən məsumiyyət çağıdır. Uşağın ən günahsız olduğu vaxtı nəyəsə and içmək istəyi öz günahsız olmağını göstərmək deməkdir. Uşaq hər zaman nəyəsə and içir. Bizim dövrümüzdə biz 6, 7, 8 yaşı olanda Qubadlıda and içdiyimiz yer Mir Məhəmməd ağanın cəddidir. Öz günahsızlığımızı, öz doğruluğumuzu və həqiqət olduğumuzu bildirməyə, göstərmək üçün ən üst ant yerimiz budur. İkinci bir xatirəni demək istəyərdim, bu hər halda maraqlı bir xatirədir. Bildiyiniz kimi, mənim familiyam mənim babamın adıdır. Mənim atamın familiyası Kaşeydir. Mən babamın adını yaşatmaq üçün orta məktəb tutaranda babamın adını özümün familiyamı götürmüşdüm. Çünki mən daha çox babamın yanında yaşamışam. Bugün babamdan mənə qalan cəmi bir xatirə var. Bu da Mir Sədar ağanın şəklidir. Onun da xatirəsini deyəcəmsə, mənim babam 41-ci ildə Qubadlıdan müharibəyə gedəndə onun anası ona Mir Sədar ağanın şəklini bağışlamışdı. O Qubadlıya 46-cı ildə qaydanda ona 2 dənə qırmızı ulduz ordeni vermişdilər. Biri Berlinə aldığı zaman, ikincisi də mənim babam Yaponiyada döyüşmüşdü, Manzuriyada. O medallardan birinin bir güşəsi ağ idi. Yəni, bildiyiniz kimi qırmızı güşə 5 güşədən ulduz və 5 qırmızı rəngdən ibarətdir. Biz həmişə soruşardıq ki, niyə bu ulduzun birinin güşəsi ağdır? O həmişə deyirdi ki, mən bir dəfə bu qırmızı medalı mənə yeni vermişdilər. Mən formanın üstündən taxıb döyüşə getmişdim. Həmin cibimin içində Mir Sədar ağanın şəkli vardı. Döyüşdə qəlpənin bir dənəsi gəldi, dəydi mənə. O qəlpə gəldi, ulduzun bir güşəsini apardı, amma o şəkildən keçmədi. Ona görə də bu şəkil babamla atama, bugün isə atamla məndədir və bizim evimizdə, xatirələrimizdə ən ciddi şəkildə canlanan və yaşadılan bir şəkildir. Demək istədiyim ondan ibarətdir ki,
bütün bizləri insanlığı qoruyan məhz bu inancdır, bu xeyirxahlıqdır, bu hər zaman bizi insan tutan da bir xeyirxahlıqdır. Əziz Qubadlılar, bugün Qubadlı azaddır. Bugün bizim Mirə Məhəmməd ağanın ruhu şaddır. Bizə bu gələcəyi və bu gün bəxş edən bizim möhtərəm cənab prezidentimiz və Azərbaycan qəhrəman əsgərləridir. Biz onlara təşəkkür edirik. Mən əminəm ki, Qubadlıda yenə Mirə Məhəmməd ağanın istədiyi kimi hələ çox yollar çəkiləcək. Qubadlılar hələ çox körpülər tikiləcək, çox məktəblər salınacaq və bizdən sonra gələn nəsil və indiki ildən sonra Qubadlılar məhz bu işləri görməklə, öz xeyirxahlıq işlərinə davam etdirməklə əminəm ki, Mirə Məhəmməd ağanın ruhunu həmişə şad edəcək. Allah onun ruhunu həmişə şad eləsin və onun ruhuna da xidmət edən hər kəsə də Allah rəhmət edilsin. Sağ olun. Teşekkür edirik. Daim Hanım, çok sağ olun. Size de uğurlar dilirik. Daha güzel bir ifa dinlemek için sahneye değerli xanəndəmiz Zeynal Əhmədov dəvət olunur. Buyursun.
Teşekkür ederim. Çok sağ olun. Çıxış üçün söz verilir. Mir Məhəmməd ağanın oğlu Mir Səda ağaya alqışlarınızla buyursun. Allah çox sağ olun. Həmişə belə qiymətləndirirsiniz. Çox minnətdaram. Yəni Mirsəd babamın özü Mirsəd ağanın titulunu alırdı. Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisi var. Çox gözəl hədisdə deyir ki, bir insan öz millətinə, xalqına, dövlətinə, vətəninə, sevənlərinə xidmət eləyə-eləyə onun əfəndisinə çevrilir, ağasına çevrilir. Ağalıq titulu yəni belə sözlə olunan şey deyil. Allah inşallah bizə yardım eləsin ki, biz də bu şərəfli adlı nəslimizi kökümüzdə davam elətdirək. Məqam-ı irşəd, məqam-ı mürşiddir. Nur-i zaman Allah və Rəsuludur. Sonsuz salat təzəllai eşqin cilve-i aləmidir. Cilve-i eşq mürşid-i kamildə təzəllai haqqın huzur-u feyzidir. Rah-i haq, nur-i xuda, meyraz-ı mevladır eşq. Məcnun-u leylə-pərəz, səhra-i sevdadır eşq. Dünyayı mafihaha qasma qədəm, ey aşiq. Küfr zülfündə qərar, ol bütü zibadır eşq. Bugünə qədər filosofların, düşünürlərin, istər antik Yunan filosofiyası və müasirlər və yaxud İslam təsəvvüfündə, yəni burada Zahid müəllim də iştirak edirdi, ona görə də bilirəm ki, o ədiblər var, çox güclü insanlar var. Və ümumi düşünürlərlə bərabər mən də öz sözlərimlə əlavə etdiyim fikirlərimi söyləmək istəyirəm. Deməli, zaman cismin məkanda, yoxluqda var olma məsafəsidir. Nəfsin zamanı cəhənnəmdir. Ruhun zamanı cəzbə-i eşqin təcəllai mərtəbələridir. Seyr-i sülük. Məkan-ı ruh məqam-ı ilahidir. Cilve-i haqqın şövq-ü zövqündən başqa hər şey yalandır. Mütləq Adəm var olmayan yoxluqdur. Mümkün Adəm mövcud olmayan, var olan yoxluqdur. Şuur duyulanın dərki bəsirətidir. Ruh mütləq həqiqətin əmanət-i vəhdətidir. Eşq mütləq həqiqətin əmanət-i vəhdəti olan ruhun hürriyyətidir. Can ruhun bədəndəki halıdır. Ruh hər məkanda duyğusaldır. Ancaq məhəbbətin mənəvi məqamları dəyişərkən, zaman müddətində bütün hisslərdən məhrum olaraq eşqin zövqünü datar. Zaman aynədir. Hər məkanda haqqın təzəllasındadır. Ağıl haqqı batildən ayıran qəlbin nurudur. Vəhdət-i vücudla başlar, vəhdət-i şuhudla bitər. Kan haqdır və kan haqqın var oluş təzahürüdür. Zaman haqq olduğu üçün əbədidir. Əzəli zamanda məkan eynidir. Kandan gəlib məkana getmək. Nəinki cisim, alimlərin, filosofların bütün fərqli düşüncələrdəki hər şey zamanın cəzbə-i eşqində əhəmiyyətlidir. Mən bilməz idim eşq nədir? Təqdir Allah. Hər bir məkanın, hər zamanın tək biri Allah. Könlüm quşu nəğmə oxuyur dərgah-ı eşqdə, söftü azanı ərşə qədər təkbir Allah. Qəlbin cilası rəhmət-i nurunda qərardır. Sirri xudadır, rişte-i haq, təhrir Allah. Varlıq yox olur cəzbə-i qəhhar sifətində. Hər hüzürəsini parələyib şəvkir Allah. Təğyir-i libas ilə məqamat-ı sərirdə, fənai məhəbbətə saçan şəms piri Allah. Qul oldu sədi, ərş-i bərində güzər eylər. Meyrad-ı cana, bətci-i ənqa, miri Allah. Təriqət-i həqiqəti mərifət taxtında qərar tutan və İmam-ı Təriqət namı ilə uzalan Şeyx Məhəmməd Vahabüddin Şahid Nəqşibənd Qəddasallahu Sirruhu Həzrətlərinin söylədiyi kəlam bütün təsəvvüf alimləri tərəfindən təsdiq-i haqqaniyyəsini bulmuşdur. Buyurmuşdur ki, əslində mütləq olan Allah Cəllə Cəlaluhdur. Tənəzzül-ü mərtəbələrdə təəddüd və çoxalmalara rəğmən hər məkanın bətnindəki gerçək həqiqət Allahdır. Əgər Allah Musa əleyhissalama Tur-i Sinada, Eymən vadisində bir ağacda təcalli etmişdirsə
veya Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellem'e bir genç oğlan sifətində görünmüşdürsə, bütün bilinen ve bilinmeyen veya görünen ve görünmeyen alemler ve varlıklar niye de Allah Celle Celaluhu'nun tenezzül hakkaniyeti olmasın? Onun için de sonsuz eş, sonsuz nurda berqərardır. Bütün alemler çekme ve iteleme kanununa esasen öz yörüngesinde sabit akar. Adem oğlu külle alem olduğu için sonsuz eşkin cezbesiyle sonsuz nurdan bəhrələnər. Ben burada bir haşiyə çıxmaq istəyirəm ki, bugüne kadar alimler makro alemi kainatla bağlayırlar, mikro alemi ise insanoğluyla bağlayırlar. Ama ben burada farklı bir ideya vermişəm. Niye? Çünkü bütün varlıklar ya kəsavətdir, yani kəsif deyirlər, yani maddi varlıklardır ya da lətif varlıklardır ki, ruhdan, nurdan ibarətdirlər. Məsələn, lətif varlıklar mələklər, tüstüsüz oradan yaranan cinlər və mələklərdirlər və Adəmin ruhudur. Amma kəsif varlıklar ise gördüğümüz ve görünmediğimiz bütün bu varlıklardır, kainatdır ve bu gözlə. Həqiqətdə sufizmdə belə bir ideya var ki, ilməl yakın, eynəl yakın ve haqqəl yakın var. Bir de bir yeni teori var ki, nurəl yakın var. Yani ilməl yakında insan ilmiyle bilir ki, tutaq ki, bir galaktika var ve eynəl yakınla o gece gündüz görür, ayları, ulduzları görür. Ama haqqəl yakınla ise onu bütün mənbələrdən, dəqiqlikdən öğrenir ve onun ne olduğunu anlayır. Ben belə düşünürəm ki, bütün lətif ve kəsif varlıktan fərqli olarak Adem oğlu yeganə varlıqdır ki, Allah'ın yarattığı lətif və kəsif varlıqların birləşməsindən ibarətdir. Çünkü ruh bədəndə qərardır və ruhun bədəndəki halları var və nur-əl yaxınla insan ibadətləri ilə, zikr ilə tərk-i dünya prinsipi, tərk-i üqba prinsipi və tərk-i həsdi və tərk-i tərk deyilən xüsusi bir sistem var ki, insan dünyanı tərk edir, ibadətləri ilə nəfsini yenerək, Peyğəmbər sallallahu aleyhi ve sellem böyük savaşdan qayıdıb deyirlər ki, ya Resulullah, biz bütün Ərəb yarımadasını müsəlman etdik. Siz ne deyirsiniz ki, artık savaş bitti mi? Deyir ki, yok, en büyük savaşa gelirik. Deyirlər, hansı savaş? Deyir, cihadun nəfs, cihadun əkber. En büyük savaş insanın nəfsinə qarşı savaşdır. Ona görə də insan ruhunda, ibadət və təriqət sistemində, mürşid kamil vasitəsilə, özünün təlim və tərbiyələrində, xüsusi qaydalarla ruhunu tərbiyə eləyir. Bədenin halları var, ruhun halları və ruhun bədəndəki hallarında ruh lətaifi ilə varlığa bərqərar olur və onu təbabət alimləri də bilirlər və insan mənəvi varlığa çevrilir. Cüneyd-i Bağdadi Qəddisallahu Sirr Həzrətləri deyir ki, təsəvvüf Allahın səni səndə yox etməsiyle yeniden ihya etməsidir. Öz nuru ilə dirçətməsidir, öz nurunu səndə bərqərar etməsidir. Bunun ilkin etapında vəhdət-i vücud məqamı gəlir ki, ve orada zikrin qaydalarında la mevzulə illallah deyirsən, Allah'tan başka vücud yok. Ama sonra ise vəhdət-i şuhud gəlir ki, ve sen öz varlığında ilahi nurun bərqərarlığını görürsən ve bir növü Allah səni səndə, öz səndə ayna kimi səni səndə zikr eləyir ve gəlib çıxır ki, həvəl söhbətə ki, mikro aləm insanoğlu deyil, mikro aləm kainatdır. Çünkü kainatın indi Zahid müəllim də burada çox yüksək səviyyədə, yəni bilicisidir, ömrü boyu yəni babamın mənəvi tələbəsidir və iştirak ərəb ölkələrində də olubdur və ərəb dilini çox mükəmməl bilir. Amma burada bir həqiqət var ki, insan iqtərəbət şəqqətlə deyil, o belə çəkək, o və şəqqətül qəmər, ay parçalanır deyir Quranda. Yani kainat bir gün yok olacak, bütün varlıklar yok olacak ama Adem oğlu bu yokluktan devam edecektir, ahirete, kıyamete ve cennet ve cehennemle müşafazlanacak ve bununla da sübut olunur ki bütün varlıklar, her bir şey, insan özünü terk ettiysen, terk-i dünya, terk-i yuva ve terk-i həzdi, her şeyi terk edildiğinden sonra özünü terk edir ve özünü terk ettiysen Rabbini hakkıyla bilir ve Rabbini hakkıyla bildiysen külle alemin Adem oğlunun özü olduğunu görür. Ben indi bir şeirimi okuyacağım. Düzdür, birçok alimlere de okudum. Onlar o şeiri tam təhlil edebilmediler, tutabilmediler. İndi mecburam, ben o şeirimi burada okuyam ve ona esasen de izah edeyim. Paralel alemlerin spiralvari inkişafında sıfır nöqtəsi, zaman müstəvisi, sonsuzluq işarəsi, eniş, qalxış, yaranışın əslində qərb olma məsafəsi, ləngər, bir daha ləngər, İnsanoğlunun kainata açılan ruhsal qolları, kosmosun dünyaya göndərdiyi harmonik dalğalar,
cazibə enerjilərinin qeyb görünüşləri, sevgi, eşq, Adəmin gül yavrularının hüzür məqamı, gözlərdən qəlbə inən hüzün, zühur-i nur, suların dərinliyindən issız göylərin, günəş parıltısına boylanan gecəmin sirli könülsəyi, Nilufər. Siz bilirsiniz ki, Adəm yaradandan bu günə qədər təriqət elmində deyirlər ki, Allah Teala Adəmi də, bütün varlıqları da təriqətlə davam elətdirir. Çünki Quranda da var ki, deyir, biz bu yükü, Quranı dağlara, daşlara yendirsəydik, paramparça olardılar, amma biz onu Adəm oğluna, insan oğluna yüklədik. Və mənim başqa bir sevginə şeirim var, onun sonunda belə deyir ki, beləcə səhər axşam kainatı buradan bizim sevgi pəridir, aşıqlik peykəridir. İçimizdə əriyib, alışıb yanan vurqan məhəbbət leşkəridir. Sevənlər sərsəridir. Hər an, hər vaxt, hər zaman qurub eşq edən tiran uzalacaq sevgimiz. Bu sevginin mənbəyi əsası 3 kitabdır. Quran, kainat və biz. Və buradan sübut olunur ki, Allah Teala 3 kitaba yaradıb bütün təbabət və nüzum elm Quranı öz kəlamı ilə göndərir və ən üstü olan varlıq Adəm oğlunu yaradıb. Çünki bütün hamısının hökmü hansısa bir zamanda yoxa çıxacaqdır. Amma Adəm oğlu bunu davam elətdirəcəkdir. Və Peyğəmbər s.ə.v öz gözəl hədisi var, deyir, xuliqdi min nur illə xuliqətil xalqa min nur. Allah məni öz nurumdan yarattı və bütün yaradılmışları mənim nurumdan yarattı. Biz deyir, bizdən öncəki tayfalar gəliblər, cin tayfaları, can tayfaları və məndən öncə dedi 30'a yaxın Adəm övladı gəlib və texniki tərəqqi inkişafı ilə hündür binalar tikiblər, kosmosa uçublar və Allah onların etdiyi azğınlıqlar və ədalətsizliklərinə görə yox edib və yenidən Adəm övladını yaradıb. Amma mən ilk yaradılan nur olsam da son göndərilən Peyğəmbərəm və məndən sonra bir daha Peyğəmbər olmayacaq və məndən sonra 2000 ildə mən toprağın altında yatmayacağam və fakt olaraq Peyğəmbərə inancla bu özünü faktik olaraq yavaş-yavaş ispat edir dünyada gedən proseslər, kainatda gedən proseslər və insanoğlunun anlayamadığı şeylər nəticəsində bunların hamısı özünü yavaş-yavaş təzahür elətdirir. Və bir Məhəmməd kimdir? Bu dairənin içində bir Məhəmməd ağa nur məkanı mirlərdir. Mirlər cəzbəyi eşqdir. Sevginin, məhəbbətin qəlblərin üzərindən yaratdığı şey ağıldır, küllü ağıl. Deysə deyirlər ki, ilk yaradılan şey məhələ, küllü nur, küllü. Biz insanı deyilən gözəl biçimdə yaratdıq, sümmərədən daha əsfələ səfili. Amma nəfsani istəklərinə görə aşağıdan aşağı oldular. Prinsipini götürsək, Allah hər bir canlını, hər bir insan övladını ən üstün biçimdə yaradır, ən gözəl biçimdə yaradır. Amma bir fakt var ki, o nəfsani istəklərinə və şəhvani, heyvani davranışları ilə özünü aşağıdan aşağı yatır. Əgər insanoğlu, Adəm oğlu öz ruhaniyyatını, o ruhu tərəqqi ilə, mənəvi aləmlərdə həmən ibadət taktikaları ilə ruhu latayıfında oynadarsa, bədənin halları, ruhun bədəndəki hallarını mənəvi dəyərlərə və ilk nura, Məhəmmədi nura bağlayarsa, insan ali bir insan olur, küllü aləmin özü olur və yaxud dediyim kimi, paralel aləmlərin spiralvari inkişafında, paralel aləmlər belə gəldiyi vaxtı spiralvari inkişaflarda onların kəsişmə nöqtəsi var. O zaman müstəvisi olur. Yəni o kəsişmə nöqtəsi sıfır nöqtəsi olduğu üçün o zaman sıfır nöqtələri birləşdiyində orada bir zaman müstəvisi yaranır və Adəm oğlu, məsələn, əslində Nəsiminin düşüncəsində, şeir düşüncəsini götürəndə mən üzr istəyirəm belə ifadə ərzimə görə Ramitani Həzrətləri deyir ki, Həlləz Mənsi Nəsimürdə, yəni onlar bizim zamanımızda düşsəydilər, əlimin altındakı bir mənim işirdiyim adamlardan birini göndərərdim, onları o vadidən çıxardardılar. Çünki mənəvi dəyərlərdə bilənlər bilirlər, Vadi Sevda var, Vadi Leyla var, Leyla vadisinə düşənlər Məcnun olurlar, Sevda vadisinə düşənlər aşıq olurlar, bundan başqa məlamilər var, qəriblər var, dərvişlər var və ablallar var və gəlib orada o zaman müstəvəsində sonsuzluq işarəsində düşürlər. Yəni orada həm paralel aləmlərdən üzü aşağı sonsuzluq, həm zaman müstəvisində sonsuzluq işarəsi qoyanda iki sonsuzluq işarəsi fakt olaraq insanoğlunun ən böyük icad etdiyi pər yaranır. Və o pər fırlanması nəticəsində zaman müstəvisində kimliyi ortaya qoya bilirsən. Bir insan zaman müstəvisində bütün alimlər ədədlərə doğru gelir. Və ayaqda dediyim kimi Nəqşibəndi dedi ki, təəddüd və çoxalmalara, ədədlərin artması və çoxalmalar əslində küfrə aparır. Peyğəmbər s.ə.v buyurub ki,
Elm bir nöqtə idi, insanlar onu çoxaltdılar və küfrə saldılar. Və bununla da sübut olunur ki, əslində ədəblərə doğru getmək elmi yanlış istiqamət aparır. Ədəblərə doğru, sıfıra doğru getmək. Yəni, nəfsi mücadilə ilə, nəfsini yenərək, özünün kimliyini itirərək, tərk-i dünya, tərk-i üqvə, tərk-i əsli, tərk görürsən və özünü tərk etdiksən, ilahi məqamların, mənəvi məqamların cilvələrində seyr-sürük eləyirsən və artıq o məqamların içində, ilahi nurun təzallalarında nur-əl yaxın olaraq ilk nura, Məhəmməd-i nura qovuşursan. Və Məhəmməd-i nurun qovuşduqdan sonra sən küllə aləmin özü olursan. Sən Adəmi faxtıqdan yaradılan vaxtı da görürsən, qiyamət günü də görürsən, cənnəti də, cəhənnəmi də görürsən və bəyək mənim öz sözümdür, deyirəm ki, Allah ruhu hər məkanda duyğusal yaradır, ancaq məhəbbətin mənəvi məqamları dəyişərkən zaman müddətində eşqin zövqünü dadaraq bütün hisslərdən məhrum olur. Və bunun əsasını da verirəm, ən böyük Osmanlının ən böyük təsəvvüf alimi, mürşidi və ən son irşad sahibi Seyyid Nicari, babam kimi yox, Mirəmizə Seyyid Nicarinin divanındakı tərbiyə və əxlaqlarda onun bir gözəl beyti var, deyir ki, baxmaz ruhu gülzarə deyil talibi cənnət, beyl eyləməz əğyarə tələbkarı Məhəmməd. Bax, bu həmən haldır ki, çünki Peyğəmbər s.ə.v deyir ki, biz Allahı ay kimi görəcəyik, vaxt gələcək ki, ən seçilmişlər ay kimi görəcək. Allah və Rəsuluna sevgisi olan qüdrətli zat-ı şəriflər var ki, o nurun təzallasında elə bir haldadırlar ki, onlar cənnətin belə zövqünü dadmayacaqlar. Onlar ancaq Allah və Rəsulunun zövqünü dadacaqlar, ona bağlanacaqlar. Bir növü hüma quşu kimləri, zümrüd ənqə deyirlər, səməndər quşu deyirlər. Onlar ancaq Allah və Rəsulunun nurunun içində yandıqca o zövqdən, bütün hisslərdən məhrum olaraq eşqin zövqünü dadıb ucalığa qazanacaqlar. Və aşıq-ı xudalar budur. Mir Məhəmməd Abdallar siyasındadır və qütb-ül İrşad var, qütb-ül Abdal var. Qütb-ül İrşad elə zaman olur ki, 2 kişi olur, elə zaman olur, 1 kişi olur. Dövlət yükünü çəkən irşad sahibləri var, millət, ümmət yükünü çəkən irşad sahibləri var. Bəzən də onlar ikisi birlikdə dövlət və ümmətin yükünü çəkənlər var və qütb-ül Abdallar var ki, bunlar qütb-ül İrşadlar dünyasını dəyişdikdən sonra onun yerinə keçirlər. Amma onun özü olmurlar. Qütb-ül İrşad Allah və Rəsulunun zamanında nurunun daşıyıcısıdır. Və eşq-i feyzani ilə onlar o nurun daşıyıcıları insanlara şövq verirlər və insanların qəlbində həqiqət nurunu düzərdən varlıqlardırlar. Yəni insan onu görməsə darıxar. İnsan istəsə də istəməsə də onu sevməyə məcburdur. Çünki o Allah Taala aləmləri yarattı və dedi, istəyirsiniz, istəmirsiniz, mənə gəlin. Amma onlar istəyərək gəldilər. Yəni istəyərək gəlmək daha məntiqi bir hədəfdir. Allah Taala hamımıza həmən nuru və ilk nuruna qovuşdurmaq çabası göstərsin. Mən keçən səfər çıxışımda Mir Məhəmmədin bir kodunu açmışdım. Mir Məhəmməd sözü əbcəd hesabı ilə 36 eləyir. Yəni çox maraqlı bir şeydir. Yəni bu günə qədər Mir Məhəmməd adlı adamlar çox olub, amma Mir Məhəmmədin 36 eləməsinin bir əsası da var ki, onun elə öldüyü yaşdır. Və burada bir fakt var ki, Zahid müəllim də təsdiqləyər. Mir Məhəmməd bir qərinə, miladi tarixinə yaşayanda, yəni 33 il yaşayanda bir hicri təqvimdə 1 il fərq yaranır. Bu 36 il yaşadığımız üçün 1 il fərq yaranır və o 1 ili biz 12 aydır. O 12 ayı Mir Məhəmməd 4 dənə periodik il yaşayıbdır. Yəni 46-cı il, 58-ci il, 70 və 80-cı il periodik il yaşadığına görə Mir Məhəmmədin o 4 periodik ilinə o həmən o 1 il olan 12 ayı bölürsən və 12 ayı böləndə gəlir çıxır fevral ayına. Mir Məhəmməd may ayında dünyasını dəyişib, amma Peyğəmbərimizin hədisi var ki, mənim Allahımın vədi dostları, bizim sevdiklərimiz və bizim sıramızda olan qüdrət varlıqları, onlar doğulduğu gün dünyasını dəyişirlər. Və bu fakt sübut olunur ki, həmən periodik ilə, həmən artıq olan 1 ilin böləndə 12 ayı. Gəlir 4-ə böləndə 3 ay eləyir, 3 ay geri çəkəndə fakt sübut olunur ki, Mir Məhəmməd doğulduğu gün vəfat eləyibdir. Mən çox sözləri istəyirəm, Allah ki belə yazmasın. Uşaq vaxtı çox sevdim, adım bir səndə olduğuna görə bir gözəl söz var idi. Tam anlamırdım, amma xoşuma gəlirdi. Və bir də görürdüm, yaşlı insanlar gəlirdilər, çox belə köhnə kişilər deyirdik. Onlar gələndə bir də görürüm, deyirlər, Səd baba, belə baxırdıq, deyirdi ki, bizi işıqlığa çıxardan kölgəyizə qurban olub. Mən də məhdər qaldım, böyüdüysə mənə xoş gəlirdi, amma bilmirdim nə deməkdir.
Sonra istiri dağılandan sonra hədislərdə oxudum, gördüm ki, Peyğəmbər s.ə.v deyir ki, Allah Teala buyurur ki, benim sevdiyim dostlarım benim qüvvələrimin kölgəsindədir. Və fakt olaraq belə zatlar Allahın qüvvələrinin kölgəsindədir. Və mən istəyirəm Məhəmmədin başqa çox maraqlıdır ki, 300 illik Qarabağ sözümündə 44 günə biz Qarabağ torpağını, Qarabağ problemini həll elədik. Amma 44 illik biz gəlirik, hələ də Mir Məhəmməd kodunu, Mir Məhəmməd sirrini tam qormada deşifrə eləməmişik. Amma istəyirəm böyündə bir dənə sözlə izah edəyəm. Deməli, Mir Məhəmməd Əhl-i Beyt olduğu üçün, mənəvi hal və durumlarda olduğuna görə onun çox maraqlı bir cilvələri var. Yəni, burada oturanlar Mir Məhəmmədin zarafatları o qədər şirindir. Bugün də insanlar onun zarafatlarında, amma hər bir zarafatında, hər bir sözünün arxasında bir hikmət vardır, bir sir vardır, bir maraqlı şey vardır və mən sizə bir keçsəylə deyəcəm ki, keçən səfər o həmin adının əbzət hesabı ilə hesabladığımı dediyim kimi, bugün də istəyirəm Mir Məhəmmədin elə öz sirrini, özünün belindən gələn o genetik övladlarının adı ilə izah eləmək istəyirəm. Deməli, bizim adımızı qoyubdur, amma bizimiz, Allah eləsin, biz özümüz də o övladlığa layiq olaq, o ada, o şərəfə layiq olaq, amma heç biz özümüz də bilməmişik ki, bu ad nə deməkdir? Məsələn, mənim adım Mirsədidir, iki məna var. Mirsədi, Ziyəddin gedir, sonra Müntəxəb gəlir, sonra Numayan və Mehrac. Amma bunun bir kodu var. Bir Məhəmmədin özünün bir deşifri olunan və kiminsə tərəfindən nətər ki, o Mühyiddin Ərəbi nəslimi illər sonra kəşf edilir, açıldığı kimi bir Məhəmmədin bu qoyduğu bizə bir serial adının özünün çox maraqlı bir şeyi var. Quranda ayə var, İnnə Rəbbəkə ləbil mirsad. Mirsadla olanda Allah hər zaman gözətləməkdədir, hər zaman teleskopik kimi yaxından hər kəsi qəlbindən, şah damarından yaxın formada izləmədədir. Mənim bir adımda amma mənası Mirsədi ən mutlu, ən xoşbəxt deməkdir. Ziyəddin dinin çırağı deməkdir, dinin işığı deməkdir, ziyası deməkdir. Müntəxəb Seyid Nigarında qəzəli var, deyir ki, nəsli İsmailsən, əsli ərəbsən, ali Məhəmmədsən, ali nəsəbsən, müntəxəbsən, silsiləti zəhərsən, ey Seyid Nicariyə Qarabağ. Seçilmiş deməkdir. Numayan aşkar deməkdir və Meyrac, Allah Teala Meyrac-ı Əla bəyəxdə dedim ki, Meyrac-ı Əladır eş, yəni Allahın evi deməkdir, ən uca məqam deməkdir. Çox maraqlıdır ki, bu adları deşifrə eləyəndə İnnə Rəbbəkə ləbil mirsadi, elə bir ki, mirsədi, Allah tərəfindən nəzərdə olan ən üstün taliyə, baxda, seçilmiş, baxdı olan dinin ziyası seçilmiş, aşkara ucaldı, yüksəldi mənasını verir. Bu bir Məhəmmədin özünün ucalığa çıxması üçün bizim adlarımız üzərində özünün kodunu verməsidir. Və bu çox maraqlı bir şeydir və mən xahiş edirəm ki, həmişə hansısa bir şəxsiyyətlər ilə Saraşıq olsun, Nəbati olsun, Nicari olsun və yaxud ondan qabaqçılar olsunlar, hər hansı Nəsimi və yaxud başqa şeylərdə onların işlətdiyi sözlərdə sözün qüdrətinə fikir vermək lazımdır. Və fakt olaraq bu maraqlı bir şeydir ki, biz özümüz də bilmədən babamın ucalıqları çıxması üçün onun adının, Mir Məhəmməd adının birləşimiz birlikdə daşıması kimi gəlir çıxırdı. Və Allah Teala'nın nəzərində olan ən bəxtli yeyin dinin ziyası seçilmiş, aşkara ucaldır. Bugün o ucalığı yaşayırıq. Allah bütün ümmətimizə, millətimizə, dövlətimizə ucalıq versin. Çox minnətlərim, Allah razı olsun. İcazə verin, axırda da bir dənə bilim şeirini deyim. Yeriyə bir şeir yazmışam, amma orada biraz, yəni Mir Məhəmmədin şeirini oxuyum. Az, üzr istəyirəm. İçimdə bir babam, içimin içində biri, hər ikisi də biri. Biri kök ağacımın gen daşıyan sirri, biri ruhumun nur selindəki piri. Sirrimin sirri, pirimin piri, irşad yollarına damlayan məhəbbət yağmurlarının ilkinləri, alın yazındakı zirvəli şırımların açılmaz düğünləri. Biri. Teşekkür ederiz, çok sağ olun, minnətdarıq. Daha güzel bir musiqi ilə davam edirik. Səhnəyə dəvət olunur Respublikanın əməkdar artisti Almaz Orucova.
Bayaq vurğulandı. Mirsədi Mirməmməd ocağına yüzlərlə şeirlər, qəzəllər həsr olunub. İstərdim onun bir kiçiyini oxuyum. Dəyərli ziyalımız Mahmudludan olan Mahir Sarıyev yazır. And yerimiz, imanımız Mirsədinin ocağıdır. Müşkil işte ünvanımız Mirsədinin ocağıdır. Qanı yublar qan ilə, qanla qanı biz yumadıq. Bağışlamaq gümanımız Mirsədinin ocağıdır. Can qurtarmaq olmur hərdən, namərdlərin hiləsindən. Ağır gündə dayağımız Mirsədinin ocağıdır. Neçə-neçə ev obadan ziyarətə var gələnlər. Xoş sabaha sorağımız Mirsədinin ocağıdır. Kafirlərin murdar izi o torpaqda qala bilməz. Cəng eyləmək qərarımız Mirsədinin ocağıdır. Hər kəlməsi hikmət idi, anlamadı neçə nadan. Ziya saçan çırağımız Mirsədinin ocağıdır. Mahira, bağlı yolların bir gün açılar qapısı. Haqqa olan aşarımız Mirsədinin ocağıdır. Mirsədinin ocağıdır. Teşekkür ederim. Xanımlar ve cənablar, bununla da Mirməmməd ağanın 80 illik yubileyinə həsr olunmuş təntənəli bu gözəl tədbirimiz sona çatır. Sağ olun, sağlıqla qalın. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.